Tarix boyunca insanların əksəriyyəti kainatın əbədiyyətə qədər mövcud olacağını zənn etmişdir. Bu yanlışlıq çoxtanrılı Şumer və Misir dinlərinin, maddiyyatçı Yunan fəlsəfələrinin bel sütununu təşkil etmişdir. Bu batil inancın ən əsas səbəbi isə insanların çoxunun haqq dinlərin bildirdiyi həqiqətlərdən bixəbər olması ya da bu həqiqətlərdən üz çevirməsidir. Elm və texnologiyanın keçmiş dövrlərdəki qeyri-qənaətbəxş səviyyəsi də insanların bu cür səhv bir fikrə düşməsində həlledici rol oynamışdır. Halbuki artıq günümüzdə elm kainatın bir başlanğıcının olmasını və gələcəkdə də mütləq sonunun olacağını sübut etmişdir. Bu böyük həqiqət günümüzdən 1400 il əvvəl göndərilmiş uca kitabımız Quran-ı Kərimdə də açıq şəkildə xəbər verilir. Kainatın sonu bir gün mütləq olacaqdır. Başqa sözlə desək, qiyamət mütləq qopacaqdır. Və buna heç bir şübhə yoxdur. Qiyamət günü mütləq gələcəkdir. Ona heç bir şək şübhə yoxdur. Biz göyləri, yeri və onların arasında olan hər şeyi yalnız haqq ədalətlə yaratdıq. Qiyamət saatı mütləq gələcəkdir. Milyardlarla ildir qüsursuz işləyən bu möhtəşəm nizam hər şeyi yaradan Rəbbimizin əsəridir. Və bu nizam onun əmri ilə və onun müəyyən etdiyi bir vaxtda dəhşətli formada sona çatacaq. Bütün kainat ən kiçiyindən ən böyüyünə qədər içindəki canlı-cansız varlıqlarla birlikdə yox ediləcəkdir. Qiyamət saatının qəti olaraq gələcəyi xəbəri ilə yanaşı, həmin vaxt baş verəcək hadisələr də Quranda müfəssəl surətdə təsvir edilmişdir. Göyün yarılıb parçalandığı zaman, dənizlərin qaynayıb bir-birinə qarışacağı zaman, dağların yerindən qopardılacağı zaman, günəşin sarınıb büküləcəyi zaman, şübhə yoxdur ki, qiyamət kainatın tarixində bənzəri olmamış çox böyük bir fəlakət olacaqdır. Kainatı gözləyən qarşısı alınmaz aqibətin hər dövrdə diqqətə layiq bir mövzu olması ayələrdən də bəlli olur. İnsanlar Peyğəmbərimizdən də qiyamət saatı haqqında məlumat almaq istəmişlər. Səndən saat haqqında soruşurlar ki, nə vaxt qopacaq? Peyğəmbərimizin isə bu suala o, ancaq Rəbbimə məlumdur şəklində cavab verməsi ona əmr edilmişdir. Allah qiyamətin dəqiq vaxtını insanlardan gizli saxlamaqla yanaşı, onun yaxınlaşdığını göstərəcək hadisə və əlamətləri Peyğəmbərimizə bildirmişdir. Peyğəmbərimiz də qiyamətin bu əlamətlərini insanlara bir çox hədislərində açıqlamışdır. Seyr etdiyiniz bu filmdə Peyğəmbərimizin qiyamətin yaxınlaşması ərəfəsində baş verəcəyini bildirdiyi əsas əlamətlərdən söhbət açılacaqdır. Dünya şiddətli xaos içində qalanda, fitnələr zühur edəndə, yollar kəsiləndə, bəziləri bəzilərinə hücum edəndə, dünya tarixinin hər dövründə insanlar arasında
ixtişaşlar baş vermişdir. Ancaq 20-ci əsrə qədər bu müharibələr məhəlli xarakter daşımış, onların əhatə dairəsi kiçik olmuşdur. Dünyadakı bütün xalqlara təsir göstərən müharibələr isə 20-ci əsrdə baş vermişdir. 1-ci və 2-ci dünya müharibələrində milyonlarla insan həyatını itirmişdir. Bir o qədər insan da ev eşiyindən məhrum olmuş, şikəst qalmış və yaxınlarını itirmişdir. Müharibələrlə başlayan 20-ci əsr daha da şiddətlənən başqa müharibələrə şahid olmuşdur. Koreya müharibəsi, Vyetnam müharibəsi, Ərəb-İsrail, İran-İraq və Körfəz müharibələri. Bosniya, Fələstin, Çeçenistan, Əfqanistan, Kəşmir. Davamlı şəkildə inkişaf etdirilən müasir döyüş texnologiyası ilə müharibələrin təsiri çox böyük miqyaslara gəlib çıxmışdır. Nüvə, bioloji və kimyəvi silahlardan istifadə olunmaqla böyük və kütləvi qırğınlar həyata keçirilmişdir. Digər tərəfdən 20-ci əsrdə qarşıdurmaların və terror əməllərinin də çox sürətlə artdığı müşahidə edilmişdir. İdeoloji məqsədlərlə və etnik separatizm iddiaları ilə ortaya çıxan təşkilatların fəaliyyəti nəticəsində 10 minlərlə insan ölmüş, yaxud da şikəst qalmışdır.